Bu mənim Britaniya sikkələri kolleksiyamdan 1966-cı ilin 2-ci Yelizaveta 6 pens sikkəsidir. 70-ci illərdə Britaniyada desimilizasiya, yəni yeni pul sisteminin təqdim olunmasından əvvəl dövriyyədə olub. 80-ci illərdə isə tam dövriyyədən çıxarılıb. Vəziyyəti extremely fine, yəni çox yaxşı vəziyyətdədir. Az müddət tədavüldə olub. Sadəcə hairlines adlandırılan nazik cızıqları gözə dəyir və iki yerdə gözəl çalarlı patinası var. Parlaqlığı isə az qala təzə zərb olunmuş sikkə kimidir. Planşeti mis nikel tərkiblidir. 75% mis, 25% nikel. Çəkisi 2,8 qramdır. Kənarları milmildir. Ön hissədə 2-ci Yelizavetanın birinci portreti təsvir olunub. Arxa hissədə isə bir-birinə keçmiş 4 bitki elementi yer alır. Qızılgül, tikanlı kəkliyotu, yonca və pırasa. Bunlar müvafiq olaraq Britaniyanın 4 ölkəsini İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Walesi təmsil edir. 1966-cı ildə Britaniyanın Royal Mint sahibxanası 175 milyondan çox 6 pens buraxıb. Ona görə istənilən halda bu adi dövriyyə sikkəsi sayılır. Belə vəziyyətdə olan nümunələrin qiyməti 1 manatdan da ucuzdur. Təxminən 80 qəpik. Dövriyyədə olmamış nümunələrin qiyməti isə 2 manatdan başlayır. Azərbaycanda əla nümunələr isə təklifin az olduğunu nəzərə alsaq 1-2 manat daha baha satıla bilər. Videonu bəyənməyi unutmayın.